Hər birinizi xoş gördük, dəyərli izləyicilər. Baku TV-nin efirində idman xəbərlərini izləyirsiniz. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında 2026-cı il üçün Azərbaycanın idman paytaxtı seçilən Qazaxda avar çəkmə tədbiri keçirilib. Heydər Əliyev Parkının ərazisində yerləşən su hövzəsində təşkil olunan tədbirdə Azərbaycan Su İdmanı Növləri Federasiyasının idmançı və məşqçi heyəti ilə yanaşı rayon sakinləri də iştirak edib. Tədbir zamanı Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iştirakçıları salamlayaraq təşkilatçılara xüsusi təşəkkürünü bildirib. Qeyd edək ki, Federasiya su idman növlərinin ölkəmizdə coğrafiyasının genişləndirilməsi və daha çox kütləyə çatdırılması üçün bu cür tədbirlərin müxtəlif bölgələrdə mütəmadi keçirilməsini planlaşdırıb. Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanov İngiltərənin Manchester City klubu ilə müqaviləsinin müddətini uzadıb. Bu barədə şəhərlilərin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 22 yaşlı futbolçu ilə imzalanan yeni sözləşmə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Xusanovun əvvəlki müqaviləsi 2029-cu ilin yayında başa çatırdı. Qeyd edək ki, Özbəkistanlı müdafiəçi 2025-ci ilin yanvarında Fransanın Lens klubundan 40 milyon avro transfer haqqı müqabilində Manchester City-yə keçib. O, ötən mövsüm Manchester City-nin heyətində bütün turnirlərdə 37 oyunda meydana çıxıb. Tanınmış qapıcı Lukasz Fabianski karyerasını başa vurub. Polşalı golkiper 41 yaşında peşəkar futbolla vidalaşıb. O, bu barədə Instagram səhifəsində məlumat yayıb. West Ham'lə müqaviləsinin müddəti başa çatan Fabianski ötən mövsüm London klubunun heyətində cəmi bir oyuna çıxıb. Təcrübəli golkiper Swansea City, Arsenal, Legia və Lech klublarında da çıxış edib. Fabianski Polşa millisinin heyətində 57 maç keçirib, bunlardan 24-ündə qapısının toxunulması saxlayıb və 45 qol buraxıb. Barselonanın baş məşqçisi Hans-Dieter Flick yarım müdafiəçi Frenkie de Jong'un son oyunlarından və komandadakı rolundan razı deyil. Kataloniya klubu uyğun təklif alacağı təqdirdə 29 yaşlı futbolçunu satmağa hazırdır. Barselona iyulun 23-də De Jong'un dizinin daxili yan bağının qırıldığını açıqlamışdı. Mətbuatda yayılan xəbərlərə əsasən Niderlandlı yarım müdafiəçinin seçiləcək müalicə üsulundan asılı olaraq bir neçə həftədən bir neçə aya qədər yaşıl meydanlardan kənarda qalacağı bildirilir. De Jong 2019-cu ilin yayından Barselonanın formasını geyinir. O, bu müddətdə bütün turnirlərdə 297 oyuna çıxıb, 20 qol vurub və 31 məhsuldar ötürmə verib. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalı futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir. McLaren'in pilotu Lando Norris Macarıstan Grand Prix-sinin təsnifat mərhələsinin qalibi olub. İkinci yeri Ferrari komandasının pilotu Lewis Hamilton, üçüncü yeri isə onun komanda yoldaşı Charles Leclerc vurub. Qeyd edək ki, əsas yarış iyulun 26-sında Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Belə idman xəbərlərini izlədiniz. Sağ olun, salamat qalın.